İkinci hissə test toplusu isbat məsələləri. Birinci sual. Alfa, beta, qamma bucaqlarının cəmi 360 olarsa, verilmiş bərabərliyin doğruluğunun isbat edilməsi tələb olunur. Alfa, beta və qammanın cəmi 360 dərəcədirsə, onda biz buradan qammanı alfa və beta ilə ifadə edək əvvəlcə. Daha sonra tangens qammanın tangens 360 çıxılsın alfa üstünə gəl beta olduğunu deyə bilərik buradan. Daha sonra tangens 360 çıxılsın alfa üstünə gəlinsin beta çevirmə düsturlarına görə mənfi tangens alfa üstünə gəl betaya bərabərdir. İndi bunu verilmiş bərabərlikdə isbat olunmağı tələb olunan bərabərlikdə nəzərə alaq. Onda olar tangens alfa üstünə gəl tangens beta. Tangens qammanın əvəzinə mənfi tangens alfa üstünə gəl beta yazaq. İndi göstərək ki, bu həqiqətən də tangens alfa, tangens beta, tangens qamma hasilinə bərabərdir. İlk iki toplananı saxlayaq. Üçüncü toplanana iki bucağın cəminin tangensi düsturunu tətbiq edək. Onda olar tangens alfa üstünə gəl tangens beta 1 çıxılsın tangens alfa tangens beta bərabərdir. Tangens alfa üstünə gəl tangens beta cəmi mötərizə xaricinə çıxardaq. Tangens beta. Qalar burada 1 çıxılsın, 1 bölünsün, 1 çıxılsın tangens alfa tangens beta. Bu da bərabərdir. Tangens alfa üstünə gəl tangens beta vurulsun. Ortaq məxrəci gətirsək, burada mənfi 1 və 1 islah olunacaq. Qalar mənfi tangens alfa tangens beta bölünsün 1 çıxılsın tangens alfa tangens beta. Bu ifadəni tangens alfa üstünə gəl tangens beta bölünsün 1 çıxılsın tangens alfa tangens beta şəklində yazaq. Vurulsun mənfi tangens alfa tangens beta. Bu mənfini kəsrin qabağında yazsaq verilmiş ifadəyə daha uyğun olacaq. Mənfini bu kəsrin qabağında yazıram. Daha sonra bu ifadə mənfi tangens alfa üstünə gəl betanın açılışıdır. Vurulsun tangens alfa tangens beta. Bu da bərabərdir. Yuxarıda tangens qammanın mənfi tangens alfa üstünə gəl betaya bərabər olduğunu göstərmişdi. İndi bunu nəzərə alsaq burada alarıq ki, mənfi tangens alfa üstünə gəl betanın əvəzinə tangens qamma yazsaq, onda alarıq ki, tangens alfa vur tangens beta vur tangens qamma. Beləliklə birinci sualı isbat etmiş oluruq. İkinci suala baxaq. A sinüs alfa, B kosinüs alfa cəminin M-ə bərabər. A kosinüs alfa çıx B sinüs alfa fərqinin isə N-ə bərabər olduğu verilib. A kvadrat üstə gəl B kvadrat bərabər M kvadrat üstə gəl N kvadrat olduğunu isbat edin. Birinci bərabərlikdən alırıq ki, A kvadrat sinüs kvadrat alfa üstünə gəl 2AB sinüs alfa kosinüs alfa üstünə gəl B kvadrat kosinüs kvadrat alfa müxtəsər düsturuna görə M kvadratına bərabərdir. Digər tərəfdən ikinci bərabərlikdən A kvadrat kosinüs kvadrat alfa çıxılsın 2AB sinüs alfa kosinüs alfa
Üstünə gəl b kvadrat sinus kvadrat alfa. Bu da bərabərdir n kvadratına. İndi bu bərabərlikləri tərəf-tərəfə toplasaq, alarıq ki, a kvadrat sinus kvadrat alfa üstünə gəl a kvadrat kosinus kvadrat alfa üstünə gəl b kvadrat kosinus kvadrat alfa üstünə gəl b kvadrat sinus kvadrat alfa bərabərdir m kvadrat üstünə gəl n kvadratına. Daha sonra burada qruplaşdırma aparsaq, birinci ikisindən a kvadratı çıxartsaq, qalar sinus kvadrat üstünə gəl kosinus kvadrat. Üçüncü və dördüncü ifadədən b kvadratı çıxarsaq, qalar kosinus kvadrat üstünə gəl sinus kvadrat. Bu da bərabərdir m kvadrat üstünə gəl n kvadratına. Əsas trigonometrik eyniliyə görə bunlar 1 olduğuna görə alırıq ki, a kvadrat üstünə gəl b kvadrat bərabərdir m kvadrat üstünə gəl n kvadrat. Üçüncü sual. Alfa, beta və gamma üçbucağın daxili bucaqları olarsa, verilmiş bərabərliyin doğru olduğunu isbat edin. Alfa, beta, gamma üçbucağın daxili bucaqları sonda alfa, beta, gammanın cəmi eləməlidir. 180. Buradan alfa və gammanın cəmi 180 çıxılsın betaya bərabərdir. Onda bunu verilmiş isbat olunması tələb olunan ifadədə nəzərə alsaq, sinus alfa üstə gəl qammanın əvəzinə 180 çıxılsın beta yazsaq. İndi bu ifadəni göstərək ki, həqiqətən də kosinus beta böl 2-yə bərabərdir. Həd bə həd bölsək 90 çıxılsın beta böl 2 bərabərdir. Çevirmə düsturuna görə bu kosinus beta bölünsün 2-yə bərabərdir. İsbat olundu. Dördüncü sual. Düzbucaqlı üçbucaq verilib və uzunluğu BS olan tərəflər arasındakı bucaq alfadır. Kosinus alfa böl 2-nin kök altında B üstə gəl S böl 2S'yə bərabər olduğunu isbat eləməliyik. Əvvəlcə bu üçbucaqdan biz nəyi tapa bilirik? Kosinus alfanın qiyməti. Kosinus alfa nəyə bərabərdir? Bitişik katetin, bucağa bitişik katetin hipotenuza nisbətinə. Bitişik katet B, hipotenus C olduğuna görə deməli kosinus alfa B böl C'dir. Kosinus alfanı belə yaza bilərik. Kosinus 2 alfa böl 2. Belə yazmaq olar. Daha sonra kosinus 2 alfa böl 2-nin açılışını yazsaq, 2 qat bucaq düsturuna görə yaza bilərik 2 kosinus kvadrat alfa böl 2 çıx 1 bərabərdir B bölünsün C. Onda kosinus kvadrat alfa böl 2 bərabərdir 2 kosinus kvadrat alfa böl 2 bərabərdir. Hər tərəfə 1 əlavə eləsək, bunu alarıq. Biraz sadələşmə aparaq. Daha sonra hər tərəfi 2-yə bölək. Alınacaq B üstə gəl C bölünsün 2C. Daha sonra hər iki tərəfdən kök ala bilərik, kvadrat kök ala bilərik. Burada bir şeyi də qeyd eləmək lazımdır ki, alfa bucağı iti bucaqdır, yəni 0-90 dərəcə arasında yerləşir. Alfa 0-90 arasında yerləşdiyinə görə kosinus birinci rübdə müsbətdir. Digər tərəfdən burada alfa böl 2 də 0-45 dərəcə arasında yerləşər. Ona görə də kosinus alfa böl 2-nin də qiyməti müsbət olmalıdır. Yəni kök alanda kosinus alfa böl 2 bərabərdir müsbət B üstə gəl C böl 2C götürməliyik. İsbat olundu. 5-ci çalışmaya baxaq. 5-ci çalışmada A 0-1 arasında, B 0-1 arasında və loqaritm A əsasdan AB
üstünə gəl loqaritm B əsasdan AB böyük bərabərdir 4 olduğunu isbat etməliyik. Əvvəlcə hasilin loqaritmasının xassəsinə görə loqaritm A əsasdan AB üstünə gəl loqaritm B əsasdan AB bərabərdir. Loqaritm A əsasdan A üstünə gəl loqaritm A əsasdan B yaza bilərik. İkinci ifadəni yaza bilərik. Loqaritm B əsasdan A üstünə gəl loqaritm B əsasdan B bərabərdir. A əsasdan A 1-dir. Üstünə gəl loqaritm A əsasdan B. B əsasdan A qalır. B əsasdan B isə yenə 1-ə bərabərdir. Oxşar toplananları islah eləsək 2 üstünə gəl loqaritm A əsasdan B üstünə gəl loqaritm B əsasdan A alınır. Ədədi həndəsi orta bərabərsizliyinə görə loqaritm A əsasdan B bir dəqiqə bu ədədi həndəsi orta bərabərsizliyin yazın burada bilməyənlər bilsin ki hansı bərabərsizlikdən söhbət gedir. Mənfi olmayan iki ədədin ədədi ortası onların həndəsi ortasından həmişə böyük bərabərdir. Burada A və B mənfi olmayan ədədlərdir. İndi şərtə baxsaq, şərtdə verilmişdi ki, A0-1 arasında, B0-1 arasında yerləşir. Loqaritmanın əsası da, arqumenti də 0-1 arasında yerləşirsə, onda onun qiyməti müsbətdir. Yəni, loqaritm A əsasdan B müsbətdir, loqaritm B əsasdan A da bu şərt daxilində müsbətdir. Onda ədədi həndəsi orta bərabərsizliyin buna tətbiq eləsək, bunu biraz kənara çəkim. Yazarıq ki, bu ifadə böyük bərabərdir. Böyük bərabərdir. 2 üstünə gəl. Bunların ikisinin cəmi böyük bərabər olacaq. 2 kök altında bunların hasilindən. Bu da bərabərdir. Bilirik ki, bir əsasdan başqa əsası keçmə düsturuna nəticə kimi alınır ki, loqaritm A əsasdan B, loqaritm B əsasdan A-nın tərsidir. Tərs ədədlərin hasili 1 elədiyinə görə bu ifadə 1 oldu. Deməli, nəticədə aldı ki, 2 vurulsun kök altında 1, bu da bərabərdir 4-ə. Beləliklə isbat elədik ki, loqaritm A əsasdan AB üstünə gəl loqaritm B əsasdan AB A və B ədədləri 0-1 arasında yerləşdikdə 4-dən böyük bərabərdir. Növbəti sual. İsbat edin ki, A tərəfi qarşısındakı bucağı alfa və B və bu tərəfə bitişik bucağı beta olan üçbucağın sahəsi bu düsturla hesablanır. Şəkil çəkək buna uyğun. Bir üçbucaqdır. A tərəfi verilib. A tərəfi qarşısındakı bucağı alfa və bu tərəfə bitişik bucaq beta. Bu beta olsun. Onda üçüncü bucaq, üçbucağın daxili bucaqlarının cəminə görə 180 çıxılsın, alfa üstünə gəl beta olmalıdır. Üçbucağın sahəsi üçün çıxardığımız ifadədə ancaq A, B və alfa dəyişənləri olmalıdır. Başqa dəyişənlər olmamalıdır. İndi burada ifadəni sinuslar teoremini tətbiq eləyək. Sinuslar teoreminə görə A bölünsün sinus alfa bərabərdir. Bu tərəf C olsun. C bölünsün sinus 180 çıxılsın. Alfa üstünə gəl beta. Sinus 180 çıxılsın, alfa üstünə gəl beta. Bilirik ki, sinus alfa üstünə gəl betaya bərabər olar çevirmə düsturuna görə. Daha sonra buradan C-ni tapsaq, olacaq A vurulsun sinus alfa üstünə gəl beta bölünsün sinus alfa.
İndi sahə düsturunu yazaq. Üçbucağın iki tərəfi onlar arasında qalan bucağa görə sahəsini belə tapırıq. S bərabərdir 2-də 1. A vurulsun, S vurulsun, sinus beta yaza bilərik. Bu da bərabərdir 2-də 1. A vurulsun, S-nin əvəzinə aldığımız ifadəni yazırıq. Vurulsun sinus beta. Bu da bərabərdir 2-də 1 A kvadrat sinus alfa üstünə gəl beta vur sinus beta bölünsün sinus alfa alarıq. 7-ci sual. Trapesiyanın oturacaqları A və B-dir. A B-dən böyükdür. S təpəsindən keçən düz xətt alt oturacağı M nöqtəsində kəsərək trapesiyanın sahələri eyni olan iki fiqura ayırır. İsbat edin ki, AM-in MD-yə nisbəti açıq B-nin A üstə gəl B-yə nisbətinə bərabərdir. Deməli, şərtə görə buranın uzunluğu B-dir. Böyük oturacağın uzunluğu ümumi A-dır. Və bu iki fiqurun sahələri bərabərdir. Onda trapesiyanın, verilmiş trapesiyanın sahəsi ABC-dir. Trapesiyasının sahəsi bərabərdir. A üstə gəl B bölü 2 vurulsun hündürlük. Onda qeyd eləyək ki, BC AD-yə paralel olduğuna görə bu hündürlük həm üçbucağın, həm də ABCM trapesiyasının da hündürlüyü olacaq. Üçbucaq MCD-nin sahəsi ümumi sahənin yarısı olduğuna görə S üçbucaq MCD ümumi sahənin yarısı olduğuna görə, yəni A üstə gəl B bölünsün 4 vurulsun H olacaq. Və digər tərəfdən üçbucağın sahə düsturuna görə MCD-nin sahəsi bərabər olacaq MD vurulsun H bölü 2. MD vur H bölünsün 2. Bu bərabərlikdən alırıq ki, MD bərabərdir A üstünə gəlinsin B bölünsün 2-yə. MD-ni tapdıq. AD-nin uzunluğu bərabər olduğuna görə A-ya bunların ikisindən alırıq ki, AM parçasının uzunluğu bərabərdir parçaların toplanması aksiyomuna görə AD çıxılsın MD-yə, yəni A üstünə gəlinsin B bölünsün 2-dən çıxırıq A-nı, daha doğrusu A-dan çıxırıq A üstünə gəl B bölünsün 2-ni. Burada qalır A çıxılsın B bölünsün 2. Onda AM-in MD-yə nisbəti həqiqətən də AM bölünsün MD nisbəti bərabərdir. A çıxılsın B bölünsün 2 bölünsün A üstə gəl B bölünsün 2. Bu da bərabərdir. A çıx B bölü 2 vurulsun 2 bölünsün A üstə gəl B. İxtisarları aparsaq alırıq A çıx B bölü A üstə gəl B. 8-ci sual isbat edin ki, A tərəfinə və ona bitişik alfa beta bucaqlarına görə üçbucağın sahəsi A kvadrat sinus alfa sinus beta bölünsün 2 sinus alfa üstə gəl betaya bərabərdir. 8-ci sual. Şəkili çəkək. Üçbucaqdır. A tərəfi verilib. Ona bitişik iki bucaq verilib. Biri alfa, biri betadır. Üçbucağın sahəsinin verilmiş düsturla hesablandığını isbat eləməliyik. Bu B tərəfi qarşısındakı bucağı beta kimi götürək. Onda üçüncü bucağı da 180 çıxılsın alfa üstünə gəl beta yaza bilərik. Onda sinuslar teoreminə görə B bölünsün sinus beta bərabərdir. A bölünsün sinus 180 çıxılsın alfa üstünə gəl beta. Bu da çevirmə düsturuna görə bərabərdir. A bölünsün sinus alfa üstünə gəl beta. Onda bunların ikisinin bərabərliyindən B-ni A ilə ifadə etsə, B bərabərdir. A sinus beta bölünsün sinus alfa üstünə gəl beta. İki tərəf və onlar arasındakı
bucağa görə, üçbucağın sahəsinin tapılması düsturuna görə 2-də 1. Burada baxaq. A vurulsun B və onlar arasında qalan bucaq alfadır. Onun sinusuna vursaq. Bərabərdir 2-də 1. A qalır. B-nin əvəzinə almışıq ki, A sinus beta böl sinus alfa üstünə gəl beta. Vurulsun sinus alfa. Sadələşdirsək, məxrəc olar 2 sinus alfa üstünə gəl beta. Surətdə olacaq A kvadrat. Surətdə olacaq A kvadrat sinus alfa sinus beta. 9-cu sual. Hündürlüyü h olan trapesiyanın daxilinə çevrə çəkilmişdir. Yan tərəflər oturacaqla 30 və 45 dərəcəli bucaq əmələ gətirir. İsbat edin ki, trapesiyanın sahəsi h kvadrat vurulsun 2 üstünə gəl kök altında 2 bölü 2-yə bərabərdir. Şəkli çəkək əvvəlcə. Tutaq ki, bura 45 dərəcədir. Bura isə 30 dərəcə. Onda ABCD trapesiyasının daxilinə çevrə çəkilmişdirsə, onda onun qarşı tərəflərin cəmi bərabər olmalıdır. AB-yə 3 bucağında deməli, A bucağı 45 olarsa, 3 bucağın daxili bucaqların cəminə görə B də 45 olmalıdır. 45, 45, 90 bucaqları 45, 45, 90 olan 3 bucaq bərabər yanlı düz bucaqlı 3 bucaq olduğuna görə B-yə h-dırsa, A-yə də h-dır. Onda AB-nin uzunluğu kök altında 2h-a bərabərdir. Digər tərəfdən CF də h-a bərabərdir. Və 30 dərəcə qarşısındakı katet hipotenuzun yarısına bərabər olduğuna görə CD də 2h-a bərabər olar. Hipotenuz 2h-a bərabər olar. Və bunun daxilinə çevrə çəkilmək mümkündürsə, onda onun qarşı tərəflərinin cəmi bərabər olmalıdır. Yəni BC və AD-nin uzunluqlarının cəmi bərabər olmalıdır. Kök altında 2h üstünə gəl 2h-a. Buradan da h-ı çıxarsaq mötərizi xaricinə qalar. Kök altında 2 üstünə gəl 2. Onda trapesiyanın sahəsini tapsaq, S bərabərdir. Oturacaqlarının cəminin yarısı, yəni BC-nin uzunluğu üstünə gəl, AD-nin uzunluğu bölünsün 2, vurulsun H olmalıdır. Buradan da BC və AD-nin cəmini tapmışıq. H vurulsun 2 üstünə gəl kök altında 2. Məxrəcdə 2 var, vurulsun H. Bərabərdir. H kvadrat 2 üstünə gəl kök altında 2 bölünsün 2. İsbat olundu. 10-cu sual. Diaqonalları perpendikulyar olan bərabər yanlı trapesiyanın orta xəttinin onun hündürlüyünə bərabər olduğunu isbat edin. ABCD trapesiyası bərabər yanlı trapesiya olsun. Oturacaqların uzunluğun A və B ilə işarə edək. Yəni BC-nin uzunluğu bərabərdir A olsun. AD-nin uzunluğu bərabərdir B olsun. Bunu isbat etmək üçün trapesiyanın diaqonallarını çəkək əvvəlcə. Şərtə görə diaqonallar arasındakı bucaq 90 dərəcədir. AD oturacağını uzantısını çəkək. Daha sonra B təpəsindən AC-yə paralel BY düz xətt parçası çəkək. Yəni BY və AC bir-birinə paralel olsun. Trapesiya olduğuna görə BC YA-ya onsuz paraleldir. Onda BCAY
Qarşı tərəfləri cüt-cüt paralel olduğuna görə paralleloqramdır. Paralleloqram olduğuna görə BC A-dırsa AY-nin uzunluğu da A-ya bərabərdir. Digər tərəfdən AOD bucağı ilə YBD bucağı, AOD bucağı ilə YOD bucağı, YBD bucağı daha doğrusu YBD bucağı deməli uyğun bucaqlar olduğuna görə burada 90 olacaq. Burada 90 dərəcəyə bərabər olacaq. Və bərabəryanlı trapesiyanın diaqonalları kongruent olduğuna görə BY və BD bir-birinə bərabər olacaq. BY bərabərdir BD olacaq. İndi B təpəsindən hündürlük çəkək. B təpəsindən hündürlük çəkirik. Onda bu hündürlük bərabəryanlı YBD üçbucağının hündürlüyüdür. Onu H ilə işarə eləsək, H bərabərdir bərabəryanlı düzbucaqlı üçbucaqdır. YBD, YBD, üçbucaq YBD bərabəryanlı düzbucaqlı üçbucaqdır. Bərabəryanlı düzbucaqlı üçbucaq olduğuna görə hipotenuza çəkilmiş hündürlük həm də median olur. Və bilirik ki, hipotenuza çəkilmiş median hipotenuzun yarısıdır. Hipotenuz, yəni YD-nin uzunluğu A üstünə gəl B olduğuna görə hipotenuza çəkilmiş median hipotenuzun yarısı olduğuna görə H bərabərdir. A üstə gəl B bölünsün 2 olacaq.